Bəli, havalar soyuyur və uşaqlar tez-tez xəstələnir. Əlbəttə ki, narahat valideynlər də neynirlər? Həmən antibiotiklərə müraciət edirlər. Xəstələnmə normal haldır. Yəni viruslar, bakteriyalar, göbələklər bizim aramızda yayılıb. Yəni uşaqlar da, böyüklər də, hətta yəni heyvanlar da, bitkilər də və bütün canlılar onlarla təmasdadılar və xəstələnməni biz normal qəbul etməliyik. Amma xəstələnmə nəticəsində ağırlaşma artıq narahat verici məqamdır. Bu zaman biz antibiotikə müraciət etməliyik. Bəli, valideynlərin səhvi nədir? Valideynin səhvi birinci növbədə odur ki, o səbirsiz olur, səbirsiz yanaşır. 3 gün gözləmək lazımdır. Virus infeksiyaları da əlbəttə yayılan mövsümə uyğun olaraq virus infeksiyalarıdır. Və 3 gün bu virusun ömrü var. Əksər viruslardan söhbət gedir də, yəni yuxarı tənəffüs yollarımızı zədələyən, hansı ki öskürək verir, hansı ki boğaz ağrı verir, bəli. Körpə uşaqlarda qulaq ağrı verir və s. Bax bu viruslar 3 gün ömrü var. 3 gün ərzində o uşağın hərarətini də qaldıracaq. O uşağın başı da ağrıyacaq, o uşaq yemək də istəməyəcək, halsız da olacaq və bütün bunlar tam normaldır. 3 gün ərzində biz ona antibiotik verirsək nə əldə edəcəyik? Biraz daha immuniteti zəiflədəcəyik. Qan ümumi analizində görürük ki, leykositlər çox aşağıdır. Yəni nə deməkdir? Leykosit bizim ağ qan hüceyrələrimizdir. Ağ qan hüceyrələri qanımızda düşən virusla, bədənimizə düşən virusla birbaşa mübarizə keçən hüceyrələrdir. Onlar azalıbsa, deməli onlar hansı bir güclü virusla mübarizə aparıblar. Bəli. Onlar bir ki, əskər kimi də döyüşüblər və həyatlarını itiriblər, amma bərpa olacaqlar yenə də, zaman lazımdır. Və həmin gündə, məsələn, uşağın hərarəti var, hansı mənə deyir ki, doktor, buna antibiotik vermək dedim, verə bilmərəm, leykositlər çox aşağıdır. Bəs nə? Gözləyəcək. Həmin müddətdə, bəli, virusla mübarizə üçün bəzi virus əleyhinə kimyəvi olmayan bir şeylər verə bilərik uşağa. Əgər uşaq yuxarı yaşdadsa, yəni körpə yaşda risk qrupunda deyilsə, biz heç nə verməyə bilərik. Yəni çay, deyək ki, çoxlu bitki çayı, belə təbii şeylər, maye qəbulu və o dövrü gözləmək, hərarət yüksək olanda hərarət düşürücü. Yuxarı yaş uşaqlara heç onu da mən məsləhət görmürəm. Heç öz uşağıma vermirəm, başqalarına da heç rəva görmürəm.